Bakıdakı ali təhsil ocaqlarından birində tələbələrin mükafatı bir araya gəlmək və dostluq hisslərinin nümayişi olub. Baş tutan Gənclik Festivalında xarici tələbələr öz mədəniyyətləri və tarixi ilə göz oxşaya biliblər. Bugün Qafqaz Universitetində 7-ci Beynəlxalq Gənclik Şənliyi və Multikulturalizm Festivalı keçirilib. Festivalda universitetdə təhsil alan xarici tələbələr öz mədəniyyətləri və tarixi ilə qonaqları tanış etmək məqsədi ilə stendlər qurmuşdular. 20-dən çox ölkənin stendlərində tələbələr festivala gələnləri öz milli yeməkləri, geyimləri və adət-ənənələri ilə tanış edirdilər. Stendlər içərisində hətta uzaq Mazambik ölkəsinin nümayəndəsini də görmək mümkün idi. Festivalda maraqlı olan məqam tələbələrin öz ölkələrinin milli geyimlərində olması idi. 7-ci Beynəlxalq Gənclik Şənliyi və Multikulturalizm Festivalındayıq. Bu il biz eyni zamanda Multikulturalizm Festivalını da Bahar Şənliyi ilə bərabər keçirmək qərarını verdik və gördüyünüz kimi burada 20-yə yaxın səfirliklərin nümayəndələri və eyni zamanda universitetimizdəki olan xarici tələbələrlə bərabər öz mədəniyyətlərini, öz tarixlərini göstərmək üçün stendlər quruldu. Tədbirin məqsədi müxtəlif millətlərdən olan gəncləri bir araya toplamaq və dostluq hisslərini nümayiş etdirməkdir.